Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Rətvə kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir toyuq bişirəcəyik. Belə deyək, kapçonlu toyuq, yəni kapçonlu toyuğun tamını verən bir toyuq olacaq və dadından da inandırım sizi doymayacaqsınız. Yəni bu reseptlə getsəz, yəni dadından doymayacaqsınız. Bunun üçün bizə nələr lazım olacaqdır? Görürsüz, toyuğun budlarıdır. Biz belə bud almışıq, təmizləyib, qəşəng ütüb, yəni üzərinin tükünü zadı təmizləmişik və beləcə deşmişik ki, içinə də şey getsin, onlar nə idi? Tam getsin. Hə. Hə. Ondan sonra sarımsaq, duz istiyor zövqə görə və belə bir mağazinlərdə satılır, marketlərdə jidki dım adlanır bu. Deməli bu jidki dımı biz tökəcəyik. İnandırım sizə bu çox gözəl bir tam verir. Onda kapçonu belə elə bilsən sanki kapçonlu toyuq yeyirsən. Yəni bunu eləyəndən sonra heç gedib o kapçonu toyuğu almağa ehtiyac olmayacaqdır. Sarımsaq ona xüsusi tam verir. Bunu indi biz marinat eləyirik. Marinatına nə gedir? Yəni budur. Ondan sonra əziz izləyicilər, biz bunu bişirəndən sonra yəni 3-4 saat marinatda qalır. İmkan varsa bir gecədə saxlaya bilərsiniz. Yəni axşamdan hazırlayıb səhərə kimi edə bilərsiniz. İmkan yoxsa 3-4 saat eləyib və sonra da kartofla, belə deyək, soğanla zatla bunu sobada, duxovkada bişirəcəyik. İndi başlayırıq bunu marinat eləməyə. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax beləcə böyük bir qab götürürük. Ora budlarımızı bax beləcə qoyuruq ilk öncə. Və üzərinə duzumuzu əlavə edirik. Bax gördüyünüz kimi beləcə duz. Və sarımsağımızı əziz izləyicilər həm doğrayacaq, həm də sürkəcdən keçirdəcəyik. Deməli əziz izləyicilər, götürürük bax belə bir sürkəci, beləcə sarımsaqlarımızı beləcə keçirdirik ki, hər şey olsun. Necə deyim? Belə xırda-xırda olsun sarımsağımız. Sarımsaq buna xüsusi tam verir. Belə elədik. Belə indi sonra hamısını qəşəngcə qarışdıracağıq. Bax belə olanda əziz izləyicilər, tamı çox gözəl olur. Və birəcə də bundan əlavə edirik bu jidki dımdan. Baxın belə. Beləcə hər tərəfinə tökürük. İndi sonra bunu yaxşıca qarışdıracağıq. Və yenə də belə qoyuruq. Baxın belə. Belə hər tərəfinə qoyuruq. Və yenə də üzərinə duz əlavə edirik. Və sarımsaqlarımızı beləcə hər tərəfinə edirik. Görürsünüz, belə xırda-xırda olanda sarımsağın tamı daha da yaxşı olur. Biz buna hardasa 1 kilo 600-700 yüzdü ətimiz, hardasa 4 dənə, 5 dənə belə sarımsaq tökülür. Kim istəyir, çox da edə bilər əziz izləyicilər. Yəni sarımsağı sevənlər çox edə bilər. Yəni çox gözəl tamı olur. İnandırım sizə. Belə. Və sonda axırıncımıza qoyuruq. Və yenə də üzərinə beləcə duz əlavə edirik və sonuncu sarımsağımızı yenə beləcə keçirdirik. Belə hər tərəfinə
yayırıq. İndi ucu artıq sonuncu etapımız. Bundan, o jıtkıdımdan tökürük. Bu çox mağazalarda satılır. Bravo'da, Bazar Store'da. Yəni, mən səhv etməmsə Bazar Store'dan almışdım. Bax, belə. Görürsünüz, bax, belə də hər tərəfinə tökürük. İnandırım sizə çox gözəl tam olur. Və ağzını bağlayıb, indi başlayırıq. Bunu bax, beləcənə əlimizlə yaxşıca marinat etməyə. Baxın, beləcənə. Tuz yenə əlavə edirik. Bax, belə. Gördünüz əziz izləyicilər, beləcə marinat etdik və bu sarımsaqla və bu jıtkıdımla və sonra indi etap-etap göstərəcəyim. Hardasa ən az 2-3 saat bu durur marinatda. 2-3 saatdan sonra bunu biz kartofla zatla sobada bişirəcəyik. Onu sizə çəkib göstərəcəyik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax, belə marinat olundu. Yəni 3-4 saat qaldı. Bax, sarımsağımız, zadımız qəşəng olundu. Belə marinat. Bax, belə 10 dəqiqədən, 15 dəqiqədən də bir bunu qarışdırırdıq. İndi başlayırıq bunu bişirməyə. Deməli, əziz izləyicilər, gördüyünüz kimi burada kartofumuzu belə doğramışıq. Üzərinə qəşəng duz əlavə edirik. Ondan sonra birazca istiyor və yaxşıca beləcə qarışdırırıq. Belə qarışdırdıqdan sonra deməli, əziz izləyicilər, götürürük qabımızı belə qoyub biraz üzərinə yağ əlavə edirik. Zeytun, yağ, günə baxan, qarğadalı, hansı yağdan olsa belə edirik və belə bax, belə hər tərəfinə yayırıq və başlayırıq kartofumuzu qoymağa. Onsuz da toyuğun da yağı çıxacaqdır. Belə qoyduqdan sonra belə tuzumuzu da töküb və ətimizi beləcə hər tərəfinə qoyuruq. Ətimizin də közü yığılır. Bəbbə, dadlı. Beləcə hər tərəfinə marina olunmuş ətimizi qoyuruq. Belə həm də əziz izləyicilər, biraz sarımsağından belə tökürük ki, gözəl tam versin. Belə sarımsağını görsünüz, bax, belə ətlərin üzərinə edirik. Deməli, əziz izləyicilər, hamısını bax, beləcə hazırladıq. Görürsünüz, elə belə çiğ adam yemək istəyir və aparıb sobaya qoyuruq. Deməli, əziz izləyicilər, sobamıza qoyuruq. 180 dərəcə, 200 dərəcə qızmış sobamıza qoyub və beləcə ağzını örtürük və bişməyini gözləyirik. Deməli, əziz izləyicilər, baxın, gördüyünüz kimi artıq yeməyimiz pişdi. İndi boşqaba qoyub süfrəyə verə bilərik. Əziz izləyicilər, gördüyünüz kimi artıq pişdi və beləcə süfrəyə verdik. Qarşıdan gələn Ramazan bayramınız və Novruz bayramınız mübarək olsun. Sağ olun əziz izləyicilər, salamat qalın.